Hər kəsə salam. Bugünkü mövzumuz maddə miqdarı Avogadro qanunu bölməsi olacaq. Başlayaq birinci sualdan. Hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutur? Deməli, biz əvvəlcə maddə miqdarını, yəni növün düsturunu bilməliyik. Nö bərabərdir M bölünsün mR, o da bərabərdir V bölünsün V malyar, o da bərabərdir M bölünsün N olduğunu biz yadda saxlamalıyıq. İndi isə davam edək. Deməli, ümumiyyətlə 100 qramı deyir normal şəraitdə daha çox həcm tutur. Yəni burada bizdən kütlə ilə həcmin asıllığını istəyir. Bunu dərk eləmək üçün gəlin bu düstura baxaq. Burada M bölünsün M bərabərdir V bölünsün V M düsturunda biz asıllıq ala bilərik. Yəni gəlin kütlənin burdan həcmdən asıllığını tapmağa çalışaq və yaxud da mRlərdən. Baxaq. Deməli, M bərabərdir mR vurulsun həcm bölünsün V malyar. Və yaxud da gəlin buradan həcmi tapmağa çalışaq. Həcm bərabərdir M vurulsun V malyar bölünsün mR. Aha. Burada görürük ki, bizim həcmimiz malyar kütlə ilə tərs asılıdır. Deməli, bizə veribdir 100 qram. İstənilən burada verdiyi bütün maddələri 100 qram olaraq, yəni M-i 100 qram olaraq sabit saxlayırıq. Ona görə asılılıqda bunu nəzərə almaya bilərik. VM, yəni malyar həcmdə 22,4-ə bərabər olub sabit olduğuna görə bu asılılığı da nəzərə almırıq. Kütlə və malyar həcm sabit olduğu halda həcmlə, deməli, malyar kütlə bir-birindən düz asılı olmuş olur. Onda deməli, daha doğrusu tərs asılı olmuş olur. Deməli, bizim əgər ki malyar kütləmiz nə qədər azdırsa, həcmimiz də bir o qədər çox olmuş olacaq. Yəni burada ən az malyar kütləyə malik olan maddəni götürməliyik. Yəni burada 17 ilə NH3 ən azdır. Sonra ikincidə müəyyən həcm metanın kütləsi 80 qramdır. Aha. Həmişə kütlənin altında emirini yazmalıyıq. Əgər reaksiyadan söhbət gedirsə, əmsal vurulsun mR yazırıq. Metanın altına yazırıq 16. Həmin həcm azotun kütləsi neçə qramdır? Aha. Azotu bilmirik, yazaq X. Aşağısına da yazaq onun mRini 28 və beləliklə də ixtisar edək. Bu da eləyəcək 140. Sonra gəldik eyni şəraitdə 6 litr propanda olan molekul sayı 3 litr asetilendə olan molekul sayından neçə dəfə çoxdur? Deməli, biz burada sadəcə olaraq asılılığı bilsək, bunu rahatlıqla hesablaya bilərik. Gəlin əvvəlcə düsturu yadımıza salaq. V bölünsün V malyar bərabərdir molekul sayı deyir. M bölünsün N adı. Aha, molekul sayının buradan asıllığını tapaq. M bərabərdir V vurulsun N-a bölünsün V malyar. N-a sabitdir, V malyar da sabitdir. Ona görə asılılıqda bunları nəzərə almırıq. Və beləliklə görürük ki, həcmlə molekul sayı bir-birindən düz asılıdır. Yəni, biri nə qədər artarsa, o da o qədər artar. Yəni, 6 litr propanda olan molekul sayı 3 litr asetilendə olan molekul sayından neçə dəfə çoxdur deyirsə, 6-nı 3-ə böləndə 2 düşür. Yəni, həcmlər 2 dəfə fərqlənirsə, bu da o deməkdir ki, molekul sayı da 2 dəfə fərqlənməlidir. Daha sonra 4-cü sualda eyni tipdədir yenə də. Əgər 5 litr 2,5 litrdən 2 dəfə fərqlənirsə, molekul sayı da 2 dəfə fərqlənmiş olacaq. Sonra eyni şəraitdə bərabər sayda N2 və oksigen molekulları götürülüb, qazların kütlələri arasındakı münasibəti istəyir. Əgər ki, bərabər sayda götürülübsə, məsələn, tutaq ki, bundan da x mol N2 götürmüşük, bundan da x mol oksigen götürmüşük və bu halda məsələn, azotun kütləsi olacaq 28x, oksigeninki də olacaq 32x. Təbii olaraq oksigenin kütləsi daha böyük olmuş olacaq. C bəndi. Sonra 6-cıda isə bərabər kütlədə götürüb, lakin həcmlərini burada bizdən istəyir. Əgər biz burada bərabər kütlədə götürmüşüksə, yenə də biz buradan ya asıllıq tapa bilərik, ya da ki, bərabər bir kütlə özümüzdən tapa bilərik. Ən rahat üsul asıllıq tapmaqdır yenə də. M bölünsün mR bərabərdir, həcmləri istəyir. V bölünsün V malyar. V də buradan bərabərdir, V-ni tapırıq.
Deməli, M vurulsun V manyar bölünsün MR. Və bizə də nə deyir? Bərabər kütləli deyir. Kütləni nəzərə almıram və beləliklə də hansının ki manyar kütləsi böyükdür, deməli onun həcmi də nədir? Kiçikdir. Yəni burada azotun həcmi daha böyük olmuş olacaq. D bəndi. Daha sonra 5 mol H2S-də neçə molekul var? Deməli, molun düsturu nə idi? M bölünsün Na idi. Və nə edirik? Biz burada molekul sayını tapırıq. Molekul sayı bərabərdir növ vurulsun Na-dır. Növ 5-dir. Na da 6,2 vurulsun 10 üstü 23-ə bərabərdir. Ona görə də bizim cavabımız 30,1 vurulsun 10 üstü 23 şəklindədir. Amma bizə cavablarda baxın 3,1 vurulsun 10 üstü 24 veribdir. Bu bizi çaşdırmasın. Bu elə 30,1 vurulsun 10 üstü 23 deməkdir. Sonra 224 litr CO2-də neçə molekul var deyir. Aha, gəlin yazaq. 224 həmişə aşağısını molyar həcm yazırıq. Bərabərdir. Neçə molekul var? X. Aşağısını nə yazırıq? 6,2 vurulsun 10 üstü 23 yazırıq. Yenə də ixtisar aparırıq. Burada düşdü 10 dəfə. Beləliklə də tapırıq ki, bu da 6,2 vurulsun 10 üstü 24 olmuş olacaq. Sonra gəldik 9-a. 15,8 qram natrium 2 S2O3-də olan S atomlarının sayını göstərin. Aha, gəlin baxaq. 15,8 aşağısına yazırıq Mr. Bərabərdir. Neçə dənə atom olduğunu bilmirik. Amma aşağısına yazırıq ki, 2 vurulsun 6,2 vurulsun 10 üstü 23. Yenə ixtisar aparırıq. Burada qalır 10 və bu da o deməkdir ki, 12,4 vurulsun 10 üstü 22. O da 1,204 vurulsun 10 üstü 23'ə bərabər olur. Sonra 0,1 mol X bromüsün kütləsi 2,67 qramdır. Aha, 0,1 mol. Gəlin bunun 1 molunu axtaraq. Bərabərdir. Deməli, bizə kütləni verib 2,67, aşağısına MR yazırıq. Deməli, X-in MR-ni bilmədiyim üçün X-dən işarə edirəm. Brom 3 deyirsə, 3-ü 80-ə vururam, edir 240. İndi ixtisar aparıram, burada qalır 100. 100-ü 2,67-yə vuranda 267 bərabərdir. X üstəgəlsin 240. X də buradan bərabərdir 27-yə. Cavabımız 27. Daha sonra müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Aha, 8,8 aşağısına yazaq 44. Bərabərdir. Həmin həcm karbon monoksidin kütləsi bilmirik. X, aşağısına da yazaq 28. Yenə də ixtisarlarımızı aparacağıq və buradan da X-i təyin edirik ki, 5,6-ya bərabərdir. Daha sonra gəldik 12-yə. 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,2 vurulsun 10 üstü 23-ə bərabərdir. Gəlin yazaq. 18 qram. Aşağısına yazırıq 2x üstə gəlsin 16. Bərabərdir. 6,2 vurulsun 10 üstü 23 veribdir. Və bizdə atom sayı normalda nəyə bərabərdir? X2O molekulunda bir oksigendədir, 2 dənə də X-dir. Yəni 3 vurulsun 6,2 vurulsun 10 üstü 23 sayda atom var. Gəlin 6,2 vurulsun 10 üstü 23-ləri ixtisar edək. İndi isə tənasüblə tapaq. 18-i 3-ə vuranda 54 bərabərdir. 2x üstəgəlsin 16-ya və buradan da 2x bərabərdir 38-ə, x də bərabərdir 19-a. Daha sonra 13-ə baxaq. 1,505 vur 10 üstü 23 sayda dəm qazı molekulu neçə qramdır? Baxaq. Deməli, aşağısına həmişə kimi 6,2 vurulsun 10 üstü 23 yazırıq. Bərabər edirik. Neçə qramdır? X. Aşağısına da dəm qazının CO-nun MR-ni yazmalıyıq. Yəni 28. Bunu da ixtisar aparanda, demək, bunu ixtisar aparsaq, burada 4 qalır. 4x bərabərdir 28, x də bərabərdir 7. Cavabımız 7. Sonra 14. Bu qədər sayda oksigen molekulu neçə qramdır? 6,2 vurulsun 10 üstü 23 sayda oksigen molekulumuz bilirik ki 32 qramdır. Bəs 9,3 vurulsun 10 üstü 23 olsa nə qədər olar bunu bilmirik. Yenə də ixtisar aparırıq.
İxtisar apardıqda burada 1,5 düşsə, 32 ilə 1,5-ə vuranda x-imiz 48 eləmiş olur. Daha sonra 15-ə baxaq. 1,5 mol H-xlorda cəmi neçə atom var? Deməli, bizim 1 mol H-xlor molekulumuzda 2 vurulsun, altdan %2 vurulsun, 10 üstü 23 sayda atomumuz varsa, bəs 1,5-də nə qədərdir? Yenə də bu suala cavab axtarırıq. 1,5 vurulsun, 2 vurulsun, altdan %2 vurulsun, 10 üstü 23 bizə verəcək 18,6 vurulsun, 10 üstü 23. Daha sonra 16. 4,48 litr CH4 neçə qramdır? Aşağısına yazıram 23,4 bərabərdir x. Aşağısını da yazdıq 16. İxtisar aparırıq 5x bərabərdir 16-ya, x də bərabərdir 3,2-yə. Daha sonra 112 litr CO2 neçə qramdır? Yenə də 112 aşağısına yazırıq 22,4 bərabərdir x, yazırıq aşağısında da 44 və ixtisarlarımızı aparırıq və beləliklə də tapırıq ki, x-imiz 220-yə bərabər imiş. Gəldik 18-ə. Bu qədər sayda xlor molekulu neçə moldur? 1,505 vur 10 üstü 23 bölünsün altdan %2 vurulsun 10 üstü 23 bərabərdir. Nünün düsturudur da bu. Nü bərabərdir n bölünsün n-a. Deməli, bu da bizə verəcək, ixtisar aparaq, 4, 1 bölünsün 4, yəni 0,25 mol verir. Bir dəqiqə, bizə 25 veribdir üstünü. Heç nə, onda gəlin bunu vuraq 100-ə. Neçə eləyəcək? 25. Cavabımız 25. Sonra 19, 5,6 qram kalium OH neçə moldur? Yenə də nünün düsturundan istifadə edək. M bölünsün mr. O da bərabərdir 5,6, aşağısını da yazaq 56. O da eləyəcək 0,1 mol. Sonra gəldik 20-yə. Bizə veribdir CO2 karbon qazı, CO dəm qazı və SO2 kükürt qazı. Maddə miqdarı hamısında eynidir. Bəs həcmlər necədir? Deməli, normal şəraitdə, baxın burada normal şərait verib onsuz bizə. Normal şəraitdə istənilən bir qazın 1 molu 22,4 litr həcm tutur. Yəni bu da 22,4-dür, bu da 23,4-dür və bu da 23,4-ə bərabərdir. Bu da demək ki, hamısının həcmləri bərabərdir. Daha sonra gəldik 21. 5,4 qram suda neçə molekul var? 5,4 aşağısına yazırıq daha doğrusu 18 bərabərdir. Neçə molekul var? X. Aşağısını da yazırıq. Altdan %2 vurulsun. 10 üstü 23. Yenə də ixtisar aparırıq. Məsələn, burada 0,3 düşsə, bu da eləyəcək 1,806 vurulsun. 10 üstü 23. Daha sonra 22. 13,8 qram kalium karbonatda olan kalium atomlarının sayını istəyir. 13,8 aşağısına yazdıq 138 bərabərdir x. Kalium atomu görürük ki, maddə molekulunda 2 dənədir. Ona görə 2 vurulsun, altdan %2 vurulsun, 10 üstü 23 yazmalıyıq. Və ixtisar aparanda burada 10x qalır. 10x bərabərdir 12,4 vurulsun, 10 üstü 23 edir. Və buradan da bunu da 10-a bölürük. O da eləyəcək 1,204 vurulsun 10 üstü 23. Gəldik 23-ə. Normal şəraitdə eyni sayda molekulları olan X2, Y4 və X3, Y8 üçün qazları üçün nə fərqlidir? Əgər eyni sayda molekulları varsa, yəni N hər ikisində eynidirsə, onda bu demək ki, onların mol sayda eynidir. Niyə? Çünki nü bərabərdir n bölünsün na idi və na da sabit bir kəmiyyətdir. Əgər n-ləri eynidirsə, bu da demək ki, nü-ləri də eynidir. Ona görə də bizim doğru cavabımız 1 deyil. Atom sayı. X2, Y4-də 6 dənə atom var. X3, Y8-də isə 11 dənədir. Beləliklə, atom sayı fərqli olur. Kütlələr də təbii olaraq fərqlidir. Burada məsələn 2 dənə X var, burada 3 dənə, burada 4 dənə Y var, burada 8 dənə.
Avtomatik kütlələri də fərqli olmuş olacaq. Sonra 24 də eynidir. Kütlələri deyir fərqlidir. Bəli. Həcmləri fərqlidir. Xeyr. Mol sayları da fərqli deyil. Demək, cavabımız yalnız 1 olmuş olur. Sonra gəldik 25-ə. Mol sayları bərabər olan karbon və kükürddən ibarət qarışığın kütləsi 8,8 qramdır. Tutaq ki, bizim x mol karbonumuz var, x mol da kükürdümüz var. Bu ikisinin deyir ki, kütləsinin cəmi 8,8-dir. Yazaq. Bunun kütləsi necə yazırıq? 12x üstə gəlinsin. 32x bərabərdir 8,8-ə. 44x bərabərdir 8,8-ə. X də bərabərdir 0,2-yə. Yəni tapdıq ki, bizim hər bir maddəmizdə 0,2 mol var. Və bizdən nəyi soruşur? Karbonun kütləsini. Gəlin tapaq. 12-ni vuraq 0,2-yə, tapaq 2,4. Cavabımız D. Sonra 324 qram sink oksid neçə moldur? 324-ü bölürük 81-ə, o da eləyir 3. Sonra 0,2 mol natrium 2SO4 vur 10 molekul H2O birləşməsində neçə mol atom var? Deməli, əvvəlcə natrium 2SO4-ü sayırıq. Bu eləyəcək 7. H2O da 1 molda 3-dürsə, burada da deməli 30-dur, 37. 37 atom var normalda. Onu da vururuq 0,2-yə və buradan da alırıq 7,4. Sonra 0,2 mol magnezium SO4 vur 7 molekul suda atom sayını istəyir. Magnezium SO4-ün özündə 6-dır. Burada isə 21-dir. Deməli, topladıqda 27, 0,2-yə vurduqda isə 5,4 alınır. Sonra gəldik 29. Birləşmələr veribdir. C2H6-nın kütləsi 90-dır. Aha. Bizdə mol miqdarını istəyir. Heç nə, yenə də kütləni böləcəyik M-ə. 90-ı 30-a böləndə 3 mol düşəcək. 56-nı deməli 28-ə böləndə isə 2 düşəcək. 3 və 2 B bəndi. Sonra gəldik 30-a. Deyir ki, bizə birləşmələr veribdir. C2H6 və C2H4. Normal şəraitdə həcmi 33,6. İndi biz yenə də növün düsturundan istifadə edirik. V bölünsün V malyar. 33,6-nı 23,4-ə böləcəm. O da eləcək 1,5 və 44,8-i də 23,4-ə böləcəm. O da eləyəcək 2. 1,5 və 2. Sonra gəldik 31-ə. CH4 veribdir bizə. C2H2 veribdir və C3H6 veribdir. Mol sayları görürük ki, N1, N2, N3 yəni fərqlidir. Amma hidrogenin kütləsi isə AAA-dır, yəni eyni olmalıdır. Nə edirik? Baxın, 4 hidrogen, 2 hidrogen, 6 hidrogen. Biz hidrogenlərin kütlələrini bərabərləşdirmək üçün əvvəlcə 4-ə, 2-yə və 6-ya əkop tapırıq. Və bunlara da əkop 12, ən kiçikləri budur. 12-ni 4-ə bölürəm, 3. Demək 3 mol CH4 götürməliyəm. 12-ni 2-yə böldüm 6, 6-ya da böldüm 2. Deməli, mənim CH4-üm, yəni N1-im 3-dür, N2-im 6-dır və N3-üm isə 2-yə bərabərdir. Və bizdən də onları müqayisə etməyimizi istəyir. N3, N2 və daha doğrusu ən böyüyü N2-dir, daha sonra isə N1-dir və N3-dür, B bəndi. Sonra 32-də də eyni şəkildə C2H6, H2S, NH3 hidrogenin kütləsini bərabərləşdirək. 6, 2, 3. Elə əkub olaraq 6-nı seçək. 1 mol C2H6, 3 mol H2S və 2 mol da NH3 olur. Və beləliklə də ən böyüyü N2-dir, ondan kiçiyi N3-dür, ondan da kiçiyi N1-dir. Hansı variantdır? Deməli, N2, N3 olan baxaq. B bəndi. Davam edək 33. Demək, 8 qram hidrogenin 8 qram verib aşağısına yazaq. Deməli 2, çünki emir yazmalıyıq. H2-dən söhbət gedir. Mol sayı olacaq 4. Həcmini soruşur. Həcmini də necə tapırıq? Nü vurulsun 22,4. 4-ü vuraq 22,4. O da deyəcək 89,6 Y bəndi.
Sonra 34 də eyni tipdədir. 42-ni bölürük 28-ə. Bu edəcək 1,5 mol. Onu da 22,4-ə vuranda 33,6-ya bərabər olacaq. Yəni A bəndi. Sonra 35-də bizə cədvəl veribdir və deyir ki, hansı maddənin 1 molu normal şəraitdə 23,4 litr həcm tutur? Yəni hansı maddə normal şəraitdə, yəni 20 dərəcədə, 25 dərəcədə qazdır. Çünki 1 mol normal şəraitdə 22,4 litr tutan qazlardır. Baxırıq X-ə. X artıq 60 dərəcədə qaynayır və bizə də lazımdır ki, o 20 dərəcədə qaynasın. 20 dərəcədə o mayedir, yəni qaz deyil, X deyil deməli. Y 20 dərəcədə bəli, artıq o əriyibdir və mayedir. Daha doğrusu qazdır, onu götürə bilərik. Sonra Z isə qaynama temperaturu -10 dərəcədir. Bu da demək ki, 20 dərəcədə artıq o bir dəqiqə, daha doğrusu Y 20-də maye haldadır. Bunu götürmürük. Y-i götürmürük. Z qalır bir dənə. Z də ki, -10-da artıq qaynayıb qurtarıbdır və o demək ki, o qazdır. Yəni cavabımız yalnız Z olmuş olur. Gəldik 36-ya. Deyir ki, inşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmdə 78% azot, 21% oksigen və 1% karbon qazlarından ibarətdir. Zalın həcmi 400 metr kvadrat olarsa, 400 metr kub daha doğrusu, havada olan oksigen qazının həcmi 400 metr kub bizim ümumi havamız var və onun 21% oksigendir. Yəni 400-ün 21%-ni tapırıq, o da eləyəcək 84. Sonra gəldik 37-yə. Deyir ki, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helium qazı, digərini isə karbon qazı ilə doldurur. Hər iki şarın həcmi eynidir və içərisindəki qazların temperaturları bərabərdir. Helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasındakı asılılığı müəyyən edin. Deməli, biz bilməliyik ki, əgər ki bunların həcmləri eynidirsə və eyni şəraitdədirsə, M bərabərdir rho vurulsun V-dir və əgər həcm sabitdirsə, sıxlıqla kütlə bir-birindən düz asılıdır. Yəni, əgər ki, nə qədər çox bizim emirimiz varsa, daha doğrusu bu emirdir, emirimiz nə qədər böyükdürsə, sıxlığımız da bir o qədər böyük olmuş olur. Yəni, karbon qazının sıxlığı heliumdan böyük olmuş olacaq. Gəldik 38-ə. Kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməklə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birini helium qazı, digərini azot qazı, o birini isə oksigen qazı ilə doldurur. Daha sonra şarlar havaya buraxılır. Təcrübə zamanı məlum olur ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Yuxarı qalxmır. Bu o deməkdir ki, onun sıxlığı havanın sıxlığından ağırdır. Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. Bu da demək ki, o çox yüngüldür. Və Z qazı ilə dolu olan şar isə azca yuxarı qalxıb dayanır. Deməli, göyə uçan ən az AR-ə və ya MR-ə malik olandır, yəni heliumdur. Görək hansı idi? Sürətlə yuxarı qalxan Y, yəni heliumdur. Heç havaya qalxmayan azot olacaq, daha doğrusu oksigen olacaq. Oksigen çünki 32-dir, havanın emiri də 29-dur. Ona görə də oksigen qalxmır. Azot isə deməli emiri 28-dir. O da biraz qalxır, sonra aşağı enir. Deməli. Sonra gəldik 39-a. Deyir ki, karbon qazının verilmiş həcmlərinə uyğun olanları müəyyən edin. Bizdə molekul sayı və kütlələrin müqayisə etməyimizi istəyir, uyğunlaşdırmamızı istəyir. 4,48. Aşağısına yazdım 23,4 bərabərdir X. Tapaq görə ilə molekul sayımız nəyə bərabərdir? 6,2 vurulsun 10 üstü 23. Və bunu da ixtisar aparanda burada 5 düşür və bu da edəcək. Deməli, 1,204 vurulsun 10 üstü 23. Deməli, birinciyə ikinci uyğun gəldi. Görə elə kütlə ilə də uyğunlaşacaq. 4,48 bölünsün 22,4 bərabərdir X. Aşağısına da yazaq 44.
Yenə də ixtisar aparaq və buradan da tapırıq cavabı 8,8. Yəni 2 ilə 4 bura uyğun gəlir. Gəldi ikinciyə. 8,96 aşağısına yazdım 22,4 bərabərdir x. Aşağısına da yazırıq. Yenə altdan %2 vurulsun 10 üstü 23. Və ixtisar aparanda burada 0,4 qalır. Bu da edəcək 2,408 vurulsun 10 üstü 23. Yəni bura 1 uyğun gəldi. 2, 4, 1. Sonra cəmr kütləni də tapaq. 0,4-ü vuranda 44-ə. Bu da edəcək 17,6. Yəni 5 də bura uyğun gəldi. Və beləliklə də burada qaldı sadəcə olaraq 3. Yəni cavabımız Y bəndi. Sonra baxırıq 40-a. 0,2 mol kuprum SO4 vur 5 molekul suda atom sayı. Kuprum SO4 də 6-dır. H2O da normalda 3-dür. 5 mol olanda 15-dir. 21-i 0,2-yə vuranda 4,2 eləyir. Sonra 41. Bu qədər sayda atom olan bu birləşmə neçə moldur? Atom sayını veribdir. Altdan %2 vurulsun 10 üstü 23. Aşağısında yazırıq 4 vurulsun altdan %2 vurulsun 10 üstü 23. Və bunları ixtisar aparanda cavab edəcək 0,25. Sonra 42-də də yenə eyni tipdədir. Bir dəqiqə, üzr istəyirəm. Burada 5 vurulsundur. O da olacaq 0,2. 42-də isə biz yenə də altdan %2 vurulsun 10 üstü 23-ü bölməliyik 4 vurulsun altdan %2 vurulsun 10 üstü 23-ə. Və buradan da alınır 0,25. Bu 0,2 idi. 43. Bu birləşməsinin 0,25 molunda cəmi neçə atom var? 0,25 aşağısına yazdıq 1 bərabərdir. Neçə atom var bilmirik. X aşağısını da yazırıq ki 6 vurulsun altdan %2 vurulsun 10 üstü 23. Və ixtisar aparırıq 4. Və daha sonra isə hesablayırıq. Və o da edəcək 9,3 vurulsun 10 üstü 23. Sonra gəldik 44. Burada neçə atom var deyir. 0,25 yenə aşağısına yazdıq 1 bərabərdir. X aşağısında da 4 vurulsun altdan %2 vurulsun 10 üstü 23. Və buradan da 4-ləri ixtisar aparsaq altdan %2 vurulsun 10 üstü 23 almış olaraq. Sonra gəldik 45. 0,5 mol X2O3-ün kütləsi 5,1-dir. Aşağısına yazdıq 1 bərabərdir 5,1. Aşağısına yazmalıyıq Mr. Mr olaraq da 2x üstə gəlinsin 3 vurulsun 16. Yəni oksigenin ayrı vurulsun indeksi, yəni 48. Yenə də tənasübdən ixtisarları aparaq 20. 5,1-i 20-yə vurduğumuz zaman 102 bərabərdir 2x üstə gəlinsin 48. Və 102-dən də 48-i çıxaq. Bu da edəcək 54 bərabərdir 2x-ə. X-imiz də 27-yə bərabər olmuş olacaq. Gəldik 46. Mol sayları hər birində bərabərdir, lakin atom sayları müxtəlifdir. Deməli, məsələn, mol sayını 1 mol, 2 mol, 3 mol fərq eləməz. İstənilən halda mol sayı ümumi atomların, belə deyək, vuranda mol sayına atom saylarımız yenə də eyni nisbətdə olacaq. Yəni müqayisə etdikdə eyni cavab alacağıq. XH3 molekulunda məsələn 1 molunda 4 atom var. X2Y-də 3 atom var. XY2-də də 3 atom var. Beləliklə ən böyüyü N1 olacaq və N2 ilə N3 də bir-birinə bərabər olacaq. Sonra hansı maddənin 0,5 molunda bu qədər sayda atom var? Əgər 0,5 molunda bu qədərdirsə, bəs 1 molunda nə qədər deyir? Biz onu axtaraq. Deməli, 1 molunda onda 1,806 vur 10 üstü 24 deyil. Nə qədər olacaq? Olacaq ki, 36,12 vurulsun 10 üstü 23. Yəni bunu çevirək də 18,6 vurulsun 10 üstü 23 ki, belə rahat olsun. Bunu da vuranda, yəni 0,5 mol, bu da 1 mol. Yəni 2 dəfə fərqlənməlidir də. 36,2 vurulsun 10 üstü 23. İndi tapaq görə elə burada neçə dənə atom var, yəni neçə mol atom var.
Nü bərabərdir 36-dan daha doğrusu %12 vurulsun 10 üstü 23. Bölək bunu 6-dan %2 vurulsun 10 üstü 23-ə. Bu da edəcək 6. Demək, biz 6 dənə atomu olan molekul axtarırıq. Demək, onda ikincini, dördüncünü götürməliyik. Sonra gəldik 48. Hansı maddənin 0,5 molu 11,2 litr həcm tutur? Əgər 0,5 mol 11,2 litr həcm tutursa, 1 mol da 22,4 litr həcm tutur. Və kim 22,4 litr həcm tutur da 1 molu? Təbii ki də qazlar. Yəni biz qaz axtarırıq. Xlor, oksigen və ozon. Bu üçü də qazdır. Digərləri brom mayedir, yod isə bərk haldadır. Ona görə onları götürmürük. Sonra hansı maddələrin 1 molunda eyni sayda atom var? Oksigen O2 2 atom var, su H2O, azot N2 və argon 1 ədəd. Deməli, oksigenlə azot görürük ki 2 2-dir. Bunu götürdük. Gəldik 50-yə. Maddələr veribdi bizə və həcmlərini veribdi. 22,4 litr CO-nun atom sayı B-yə bərabərdir. Yəni 1 mol CO-nun atom sayı neçə dənədir? 2 dənədir. Amma NH3-ün atom sayı B bölünsün 2-dir. Yəni neçə? 1. Atom sayı 1-dirsə, həcmi görək nə qədərdir? 1. Normalda NH3-dən neçə dənə atom görürük? 4 dənə. Bərabərdir. Həcmini bilmirik. X. Aşağısını da yazırıq. 23,4. Və buradan da onu təyin edirik ki, 5,6-ya bərabərdir. Sonra 51-də eyni tipdədir. 11,2 litr C2H2-nin atom sayı. Yəni 22,4 litr olduğu zaman atom sayı 4 idi. 11,2 olduğu zaman da 2-yə bərabərdir. Yəni A 2-dir. 2A isə onda 4-ə bərabərdir. NO-da da normalda nə qədər atom görürük? Gəlin yazaq. 4, aşağısına yazaq. 2 bərabərdir X, aşağısını da yazaq 23,4. Və buradan da X-i tapırıq ki, 44,8-ə bərabərdir. Gəldik 52-yə. Boş halda birinci və ikinci qabların kütləsi deyir ki, eynidirsə, M-i hesablayaq. Gəlin baxaq. Boş halda əgər bunlar eynidirsə, hidrogen 1 mol götürübdür. 1 mol hidrogenin kütləsi 2-dir. Baxın, tərəzinin gözlərinə baxaq. Tərəzi tarazlıqdadır. O deməkdir ki, bu iki qabın kütləsinin cəmi bu qabın kütləsinin cəminə bərabərdir. 1 mol hidrogen 2 qram. Üstə gəlilsin M. Yəni bilmirik hələ ki, bu M nə qədərdir. Bərabərdir 0,5 mol CO2. CO2-nin deməli M-i 44-dür. 0,5 olduğu zaman 22-yə bərabərdir. 2 üstə gəlilsin M 22-dirsə, M də bərabərdir 20. Gəldik 53-ə. Qaz qarışıq veribdir və molekulda karbon atomlarının sayı eynidir. Gəlin eyniləşdirək. Burada CH4-dür, burada 2 dənədir, burada 4 dənədir. Onda bura 4 ataq, bura ataq 2, burada ataq 1. Deməli 4 mol, 2 mol, 1 mol. Və bizə də deyir ki, qarışığın kütləsi 178 olsun. Gəlin hesablayaq. CH4 16 olur. 4 vurulsun 16. Üstə gəlinsin CH4-ü hesablayaq. 2 vurulsun 28. Üstə gəlinsin C4HX. Bunu bilmirik. Üstə gəlinsin C4HX yazaq. Olduğu kimi. Bərabərdir 178. İndi hesablayaq. Bu 64 eləyir. Bu 56 eləyir. 64-ün üstünə 56 gələndə 120. Deməli 58 eləyir də. 178-dən 58 çıxanda, daha doğrusu 178-dən 120 çıxanda 58 eləyir. 58 də bərabərdir C4H2-ə. Bu da nəyə bərabərdir? 4 vurulsun 12, üstə gəlinsin X. 48, buradan da X bərabərdir 10. Gəldik nəhayət 54-55. Nə deyir? Maddələrin kütləsini veribdir və molekul saylarını tapmağımızı istəyir. Yazaq. 5,6 aşağısına yazırıq. N2-ni 28 bərabərdir X 6,2 vurulsun 10 üstü 23. İxtisar aparırıq yenə də. Və burada düşür 5. Onu da 5-ə böləndə 1,204 vurulsun 10 üstü 23 eləyir. 1-ə A gedir. Gəldik ikinciyə. 2,2
Aşağısını yazırıq. 44 bərabərdir x 6,2 vurulsun 10 üstü 23. İxtisar aparırıq və 3,1 vurulsun 10 üstü 22 alırıq. Və 2,8 aşağısını yazırıq 28. Hamısının emirlərini tapırıq da. X 6,2 vurulsun 10 üstü 23. O da eləyəcək 6,2 vurulsun 10 üstü 22. Gəldik 55-ə. Və bizə də burada molekul sayını veribdir. Nəyi istəyir? Aha, 6,72 litr hidrogen. Bu dəfə variantları uyğunlaşdırmalıyıq. Aşağısını yazıram 23,4 bərabərdir x. Nəyini tapaq? Molekul sayını. 6,2 vurulsun 10 üstü 23. İxtisar aparanda burada 0,3 qalsa, bu da 1,804 vurulsun, daha doğrusu 1,806 vurulsun 10 üstü 23 sayda molekul edir. Yəni 2-yə getdi A. Sonra 33,6 litr azot. Aşağısına yazacaq 23,4 x 6,2 vurulsun 10 üstü 23. Və bunu ixtisar aparanda 1,5 burada düşsə, bu da eləyəcək 9,3 vurulsun 10 üstü 23. Yəni B də bura getdi. Sonra 66 qram karbon qazı 44 bərabərdir x 6,2 vurulsun 10 üstü 23. Və yenə də 1,5 burada qalır. Bu da 9,3 vurulsun 10 üstü 23-ə bərabərdir. Gəldik 9,6 qram SO2. Aşağısına yazırıq. SO2 64 bərabərdir x 6,2 vurulsun 10 üstü 23. Və deməli, nə yazaq? Burada düşsə, tutaq ki 0,15 və bunu vurduğumuz zaman 9,3 vurulsun 10 üstü 22 alırıq. Yəni bu heç birinə uyğun gəlmir. Onda Y bəndi də elə birinciyə uyğun gələcək. Buna da baxaq elə. 3,2 32 bərabərdir x bölünsün 6,2 vurulsun 10 üstü 23 və ixtisar apardığımız zaman burada 10 qalır və beləliklə də 6,2 vurulsun 10 üstü 22 almış olacağıq. Aha, bu bölməmiz də bitdi.